Görəsən kimdir? Salam. Ələkbərovun evi buradır. Bəli. Nədir ki? Nədir? Heç, sən can sağlığı. Götür bu telegramı, imzala. Bu ürəyim düşmüşdü. Dedim görəsən nə olur? Fərmandandır. Qəzənfər rəhmətliyin tələbəsidir. Şükür, indi özü atlı sanmışdadır. Bu deyil, indi də Həşdərxandandır. Elə bir il olmasın ki, yadımdan çıxar. Bacı, bütün bunların mənə heç bir dəxli yoxdur. Mənim üçün nə fərqi var? Həşdərxandan vurub, nə bilim, hardan vurub. İstəyin lap Əngəxarandan vursun. Sənin işin bu telegramı imzalamaqdır. Buna qol çəkməkdir. Tez elə mən telegramlar paylamalıyım. Akı, nə ehtiyacınız danışırsan? Qol çəkməyə nə var ki, bu dəqiqə çəkərəm. Daha elə köntəyə danışmaq nə üçün? Sən də mənim kimi axşam-axşam düşsəydin küçələrə telegram paylasaydın, qapı-qapı gəzib telegram paylasaydın, mənim kimi danışardın da. Cəmaət öz keyfində, damağında, məndəki. Nə deyirəm ki, bu boydakilər çıxırsan, otur, bir stəkan çay iç. Bir nəfəsini dər. Yox, elə olmaz axı, mən vəzifə başındayam, qulluqdayam. Hələ 3 dənə telegramım var mənim paylamalı olduğum. Əşi, çürükçü olma. Bir stəkan çay içsən dünyada olmaz ki, otur. O da düzdür əslində. Hə, otur. Otur, mən də çay. Buyur. Düz. Əla çaydır. Sağ ol, çox sağ ol. Qoy gedim bu 3 telegramı da paylayayım. Sonra evə gedib kəlləmə atıb yatacağım evdə sən. Bəs yeni ili qarşılamırsan? Yeni il. Sənə mənə nə yeni il? Yeni il bu findikuruş cavanlar üçündür ki, getsinlər, əylənsinlər, atılıb düşsünlər. Bizə yeni il var. Elə niyə deyirsən? Bax, biri mən yəqin səndən bir-iki bayram deyə olaram. Amma görürsən, mən də oturub yeni ili gözləyirəm. Qarşılayacam. Görürəm elə boş qabları da düzmüsən. Yəqin plov da indi dəmdə olar. Qal qonağımız ol. Çox sağ ol. Sağ ol. Nuş olsun. Kinoya baxmışam. Antiqə kimi. Maraqlı kino. Artist də tanıyıram. Gözəl artist. Əlindir. Hardadır? Rəhmətli. Allah rəhmət eləsin. Oğuldan uşaqdan nəyin var? İki qızım, iki oğlan. Neynək? Amma bilirsən bu bala ki var, bala deyil, lap bəladır, bəla. Ağzılı xeyriyyət ki, elə nə edirsən? Yox, bacı, sən gəl mənə qulaq as. Deyir, bu uşaq birinci adamın qanını içir. Yəni ana bətnində. Sonra dünyaya gəlir, başlayır adamın canını yeməyə. Yəni ki, südün əmir. Ondan sonra da axırda malını yeyir. Sonra da papağın yan qoyur, deyir ki, mən getdim, xudahafiz, bir də görüşərik qiyamətdə. Belədirlər də hamısı. Əbşi, nə başaya vurursan? Sən naxələv övladdan niyə danışırsan? Sən mərifətli, qədir qiymət bilən övladdan danış. Hardaydı o qədir bilən övlad, hə? Var idi övlad. Uşaq vaxtı hamısı quzu kimi olurlar, ana quzusu olurlar. Elə ki, biraz böyüdülər, 20-25 yaşları oldu. Ya olurlar xuliqan, basırlar hamısını dama, heç üzlərini də görmürsən. Ya da ki, oxutdurursan, hamısına ali təhsil verirsən, savad verirsən, o qədər şey edirsən, onda deyirlər ki, ayda da, ay məmə, siz mənim ev eşiyimə yaraşmırsınız. Mənim sizlə söhbətim tutmur, kulturanız çatmır. Onda da atırlar sənə bayrağa, ya da ki, özləri çıxıb gedirlər. Yenə də özlərini görmürsən, bəs sağlam. Akşi, səndən xeyir söyləməz kişisən. Heç xeyir söyləməzə nəfər atmışsın. Deyir, ay, xeyir söyləməz. Uzaq səfərə gitmə. Papağımı verim sənə, xeyir söylə. O da deyir, indidən də birdən gedib qayıtmadım. Sən Allah. Məndə olan kəndə heç kimdə yox idi. Məktəbdə birinci şagird idim, birinci. Bütün müəllimlər mənim başıma and içirdi.
Nə olsun? Dalını oxumadım ki, bir arvad uşağa düzəmənli baxım. Onların ehtiyaclarını təmin edə bilim. Amma hamısını oxutdum. Uşaqlarımın hamısına ali təhsil verdim, savad verdim. İndi deyir, məni bəyənmirlər. Hərəsini atıb gedib bir dərəyə. Təqsir özündə. Yəqin yaxşı tərbiyə verməyibsən. Daha cəmatın xalasına niyə qara yaxırsan? Hamısı elədi, ay bacı, hamısı elədi. Bax, bir yolda gəlirəm, sənə telegram gətirəndə. Hə, 3 dənə cavan oğlandır, gedirlər. Gecə vaxtı gedib elə kitab oxumaqdan, dərs oxumaqdan, ədəbiyyat oxumaqdan, ya yatmaqdan gəlirlər gecə-gecə ver gəzirlər, avara-avara gəzirlər. Bax, bunlardan nə çıxacaq? Ya cibki, ya başqasən, ya oğru, ya da quldur, başqa heç. Yox balam, mənim balalarıma min şükür. Razıyam onlardan. Razısan? Əlbəttə razıyam. Bəs hardadırlar? Heç görmürəm onları. Yoxdular. Bəs bu boşqabları kim üçün düzmüsən? Hardadırlar da, hə? Hardadırlar? Heç. Elə belə düzmüşəm. Onlar getdilər, yoldaşları çağırdı. Bəs mən də onun üzrəm, daha rəhmət. Uşaq vaxtı hamısı səndən asılı olur. Elə ki, biraz böyüdülər, əlləri çörəyə çatdı. Biri gedir yoldaş dalayacaq, biri gedir qardaş dalayacaq, biri gedir qonşu dalayacaq, biri gedir, nə bilim, dost dalayacaq. Heç yadlarına da düşmürsən. Bax, 4 uşağım var da, düzdürmü? 4'ü də yeni il gecəsi anasını tək qoyub gedir. Heç yadlarına da salmırlar səni. Zəng edib, bir hal-əhvalını da soruşur. Yox. Burada olmasalar da, ürəkləri burada, bilirəm. Ürəkləri? Əlbəttə. Hay, ürəkləri gözdə. Burada olmasalar da ürəkləri buradadır. Hamısı zəng edib məni təbrik edəcək. Ay elədilər ağa, gözlə. Bax, bacı. Sənin adını da bilmirəm, mənə Paşinyan Bəşir deyərlər. Bax, əgər bu uşaqlar axşam zəng edib səni təbrik edəsələr, mən Paşinyan Bəşir də adımı dəyişib eləyərəm Telefon Bəşir. Yaxşı, mən gedim. Hə, çaya görə də çox sağ ol. Qiyamət çaydır. Düzdür, biraz tündü idi, amma yaxşı idi, sağ ol. Hə, bir də sənə bir məsləhət verim. O qutunu görürsən, televizor deyirəm. Nədir ki? Ondan bərk yapır. Çünki adamı qocalanda bir dənə o televizor qalır. Demək yoxdur. Yox, Akki, düz demirsən. Televizor bacı, televizordan bərk yapır. Televizor qalacaq adama. Yox, düz demirsən Akki. Bəşir, Telefon Bəşir, düz demirsən. Telefon məsələsinə hələ sonra baxarıq.